Salam, hər vaxtınız xeyir. Mən sizin Azərbaycan dili müəlliminiz Mətanət Əliyeva. Bu gün sizə leksika bölməsi haqqında izah verəcəm. Leksika dilin lüğət tərkibini bəhs edən dilçilik bölməsidir. Sözün leksik və qrammatik mənasına gəlin nəzər yetirək. Sözün leksik mənası birbaşa mənadır. Sözün leksik mənasını öyrənməyin yolu 4 dənədir. Birinci, sözün mənasını tapmaq. İkinci, sinonimini tapmaq. Antonimini tapmaq. Və sözü parçalamaq. Bu, bütün sözlərə aiddir. Bu, düzəltmə və mürəkkəb sözlərə aiddir. Məsələn, gəlin bir iki sözün mənasına baxaq. Buxarı. Buxarı, divarın içində hörülmüş ocaq. Deməli, sözün birbaşa mənası onun leksik mənasıdır. Bəs qrammatik məna nədir? Qrammatik məna onun sualı və hansı hissəsinə aid olmasıdır. Buxarı nə sualına cavab verir və isimdir. Sözün həqiqi və məcazi mənası. Sözün həqiqi mənası onun ilkin və dominant mənasıdır. Məcazi məna isə törəmə mənasıdır. Məsələn, gəlin ağır sözünün həqiqiliyinə və məcaziliyinə baxaq. Məsələn, ağır sözün ağır torba, ağır zəmbil. Həqiqətən də ağır torba zəmbil olur. Onun ağır xasiyyəti vardır. Ağır xasiyyət isə məcazi məna ifadə edir. Həqiqətən ağır xasiyyət olmur. Sözün tək mənalığı onun bir leksik mənası olması deməkdir. Sözün çox mənalığı isə həmin ilkin mənaya əsaslanaraq törəməm sözlərin yaradılmasıdır. Məsələn, insanın başı həqiqətən olur, düzdür? Bu həqiqi mənadır. Onun əsasında məcazi mənalı sözlər yaranır. Kəndin başı, ağacın başında ləziz meyvə vardır. Ağacın başı və yaxud insanın qolu, kəndin qolu, ağacın qolu. Deməli, əsas mənaya, həqiqi mənaya əsaslanan məcazi məna çox mənalı sözlər adlanır. Çox mənalı sözlər yalnız eyni hissəsinə aid olur. Bu mütləq şəkildə yadımızda qalsın. Sinonimlər yaxın mənalı sözlərdir. Deyilişi, yazılışı fərqli, mənaları eyni olan sözlərdir. Gözəl, göyçək. Antonimlər isə əks mənalı sözlərdir. Məsələn, gözəl və çirkin. Deməli, körpə və uşaq sözlərini sinonim götürmək olarmı? Olmaz. Mənaları yaxın olsa da, nitq hissələri fərqlidir. Körpə sifətdir, uşaq isimdir. Yadınızda qalsın ki, sinonimlər
və antonimlər yalnız eyni hissəsinə aid olmalıdır. Məsələn, siz götürüb sevincli sözünün antonimini kədər verə bilməlisiniz. Bu sifət isə qarşısındakı sifət verməlisiniz. Gəldik amonimlərə. Amonimlər deyilişi, yazılışı, vurğusu, başlanğıc forması, başlanğıc forma qrammatik şəkilçi qədərki hissədir. Başlanğıc forması eyni olan sözlərdir. Deməli, yəni amonimlərdə məna müxtəlifliyi olur. Bax, məsələn, bir var deyir, ayaqqabımın bağı açılıb, bir də var mənim bağ evim var. Ayaqqabımın bağı ilə mənim bağım olmasının arasında məna yaxınlığı var, yoxdur. Deməli, bunlar amonimlər, deyilişi, yazılışı, vurğusu, başlanğıc forması eyni, mənaları isə fərqli olan sözlərdir. Bax, deməli, bir mənası ayaqqabının bağı isim, digər mənası da bağ evim var isim. Bir də mənası da var, bağ əlaqə, o da isimdir. Bunların hamısı eyni hissəsinə aid oldu. Gəlin bir də az sözünə baxaq. Az, bir var mənim az qələmim var, say. O az danışdı, zərf. Feilin yanında gələndə onun hərəkətə aid olanda zərf mənası var. Bir də mən meşədə azdım. Bu da feil mənası. Deməli, amonimlər sinonimlərdən, antonimlərdən və çoxmənalıdan fərqli olaraq həm eyni, həm də müxtəlif hissəsinə aid olurlar. Gəldik frazeoloji birləşmələri. Frazeoloji birləşmələr sabit söz birləşmələridir. Frazeoloji birləşmədə cümlədə ayrı təhlil olunmur. Cümlədə bir üzv kimi götürülür. Deməli, məsələn, dilotu yemək. Tarixən qələbləşmiş formadadır və məcazili təşkil edir. Dilotu yeməyin mənası çox danışmaqdır. Frazeoloji birləşmənin mənası və sinonimi, antonimi fərqli götürülür. Biz bildik ki, sinonim yaxın mənası, antonim əks mənasıdır sözün. Deməli, frazeoloji birləşmənin mənasını adi feilinə verə bilərəm. Məsələn, dilotu yemək, çox danışmaq. Məsələn, təncə gəlmək, bezmək. Amma sinonimini və antonimini istəyirsə, mütləq şəkildə elə frazeoloji birləşmənin özü ilə verməliyəm. Məsələn, dilotu yeməyin sinonimini dil boğaza qoymamaq, antonimini isə ağzına su alıb oturmaq kimi verilməlidir. Gəldik amonimliyinə.
birləşmənin amonimliyi. Amonimliyini fərqli mənalarda ifadə edir. Yadınızda saxlayın ki, frazeoloji birləşmənin amonimliyini bir həqiqi mənada, bir məcazi mənada vermək olmaz. Hər ikisini frazeoloji məna əsasında verməliyik. Məsələn, söz vermək. Mənə söz verildi, mən deyib çıxış etdim. Bir də məsələn, mən sənə söz verirəm ki, hər şey qaydasına düşəcək. Can vermək. Mən ona can verdim, oyuna qayıtdı. Bir də quş can verdi. Bir, oyuna qayıtmaq mənası var, bir də ölmək mənası var. Ürəyi getmək. Ürəyə getmək. Məsələn, mənim o meyvədən sarı ürəyim gedir. Yəni, çox xoşlayıram. Bir də qocanın ürəyi getdi. Yəni, huşunu itirdi mənasında. Sonra ümumişlək olan və olmayan sözlərimiz var. Ümumişlək olan sözlər hamı tərəfindən başa düşülən sözlərdir. Məsələn, sən həmin sözü hamının tərəfindən, hamının yanında deyirsənsə, dərk edilirsə, o ümumişlək olan sözlərdir. Ümumişlək olmayan sözlər isə 4 qrupa bölünür. Dialektizmlər, köhnəlmiş sözlər, terminlər və neologizmlər. Dialektizmlər məhəlli xarakter daşıyır. Dialekt və şivəyə bölünür. Və şivəyə. Nədir bunun fərqi? Dialekt geniş ərazi, şivə isə həmin geniş ərazi müəyyən bir hissəsinə aid olur şivələr. Dialektlər, məsələn, doqqaz, darvaza deməkdir. Əppəy, çörək mənası var. Bir var dialekt məna, bir də var ədəbi dildə. Zil, nəlbəki, yelpənək, xiyar, peyğəmbəri, qarğundey, qarıqdalı. Köhnəlmiş sözlər 2 yerə bölünür. Tarixizm və arxaizm. Tarixizmlər bir müddət hər hansısa bir dövlət yaranır. Onun əsasını yaranan sözlər tarixizmlər adlanır. Məsələn, Şirvan Sovet dövrünə aiddir. Biz Şirvan deyəndə avtomatik həmin dövr yadımıza düşür. Və yaxud Abbasilərdə məsələn pul vahidi, Abbasi və yaxud çəki, dinar kimi çəki mənalı sözlər tarixizm adlanır. Arxaizm isə qədim mənasını itirir, onun mənası tamam başqa sözlə əvəz olunur. Yəni öz mənasını itirir, daxilən saxlayır, zahirən dəyişir. Tanıq, şahid mənasında. Takım arxaik mənasıdır. Onun da mənası qrupdur. Terminlər ədəbi dildə daha çox bir sahəyə aid olan sözlərdir. Həmin bu terminlərin sinonimliyi, antonimliyi olmur. Neologizmlər yeni sözlər deməkdir. Neologizmlərdə məsələn, takımın mənası dəyişib, yəni sözün forması dəyişib, qrup adlanması neologizmdir. Məsələn, rozetka, yox, qoşqat.
Sonra kolyeska yox, gəzingəc belə məna ifadə edir. Və hal-hazırda işlənilən sosial şəbəkələrin adları da neologizmə aiddir. Bu qədər leksika bölməsinin izahı. Sağ olun, sağlıqla qalın.